Hər günə bir yumurta. Doktor, uşağım hər gün yumurta yemək istəyir. Bu ona ziyan edərmi? Niyəsə yumurtanı el arasında ağır qida kimi hesab edirlər və uşaq hər gün yumurta yeyəndə onun mədə bağırsağı yüklənərmi deyə düşünürlər. Halbuki bu belə deyildir. Əgər uşağın yumurtaya qarşı spesifik, xüsusi, fərdi bir allergik reaksiyası yoxdursa, hər günə bir yumurta uşaq üçün çox dəyərli qidadır. Uşağın zehin inkişafı, yaddaş inkişafı, fiziki inkişafı, boy artımı, əqli inkişafı, anlama, qavrama kimi funksiyaların yaxşı olmasına yumurta çox yaxşı fayda verir və eyni zamanda proteinlə zəngin olan bu qida uşağın boy artımına faydalıdır. Yumurtada aşırı dəmir qaynağı olduğuna görə yumurta hər gün yumurta yeyən uşağın qanı aşağı olmaz. Odur ki, əlavə qidaya başlayan körpələr daxil 7 ayından etibarən yumurta sarısını test etməklə başlamaq və yumurtaya allergiyası yoxdursa, hətta son protokollar, son güncəlləmələr 8 ayından etibarən belə uşağın yumurta ağı daxil yumurtanı bütöv halda tükədə biləcəyini tövsiyə edir. O qədər dəyərli qida olduğuna görə təbii ki, burada kənd yumurtasından söhbət gedir. Bu qidanı əgər allergiyası yoxdursa, hər səhər fərqli formalarda, hər gün soyutma yumurta şəklində deyil, hər gün müxtəlif formalarda uşağınızın sevəcəyi şəkildə, bəzən qidasına qatmaqla, bəzən sadə formada uşağınıza yumurta yedirsəniz, bu onun sağlamlığı üçün çox faydalı olacaqdır.